Elə bir şey olar ki, sən Allah addım atasa nəticə qoymasın. Vallahi mümkün deyil. Billahi mümkün deyil. Allah yol açacaq. Sən İslam'a xidmət eləməyə can at, vallahi Allah yol açacaq. Həyat bundan ibarətdir. Allah kömək edəcək. Allah necə yox edir bilirsiniz? Bu lap adamı yandırır. Bir var əvvəldən deyirsən ki, filan şeyi mənə verərsən Allah deyir, vermirəm əvvəldən. Bir də vallahi verərsən deyir, verirəm. Verir 1 ay, 2 ay, 1 il, 3 il. 3 ildən sonra da Allah almaq istəyirəm. Onda daha böyük imtahandır. İndi vermək istəmirəm sənə, saxladım. Allah niyə yoxlayır bizi? Görək bağlantılarımızı ona görə qıra bilirik, yoxsa yox. Verdi, dayandır. İndi vermirəm. İndi bu lap böyük imtahandır. Birdən daha böyükdür. Vermirəm. İndi saxladım. Neyniyəcəksən ki? Vuruşacaqsan məndən? Saxlamışam. Neymət mənim, sən də mənim. Bütün aləm də mənim. Vermirəm indi. Deyirlər, Peyğəmbər ki, Məkkədə 13 il oldu, 10 illarda idi Mədinə şəhərində. Məkkədə namaz hansı istiqamətə qılınırdı? Çoxlarımız deyir Beytül-Müqəddəsə. Amma 2 dənə müştəhiddən oxudum ki, mən yox. Hələ Kəbəyə istiqamətdə qılınırdı, Məkkədə. Kəbə istiqamətinə. Məkkədən ki, hicrət gəldi Mədinəyə, tapşırıq gəldi Peyğəmbərdən ki, qiblə üzvüzü tursala Beytül-Müqəddəsə. Allah deyib, bilirsən niyə belə elədim? Əvvəldən ki, öyrənmişdiniz Kəbəyə üzvüzü tutasınız. Kəbə sizcə müqəddəs bir yerdir axı. Əvvəldən Kəbəni istəyirdilər elə bilər. Ora ki, bağlanmışdınız, oranı çox istəyirdiniz. Mən dedim ki, görüm, mənə görə istəyinizdən keçə bilirsiniz, yoxsa əvvəl deyirdiniz ora, mən demişdim ora. İndi deyirəm, yox, bura. İndi görüm, keçə biləcəksən, yoxsa yox. Ayəyə baxın. Deyir, fəvəlli vəchəkə şətrəli məscidil həram. İndi üzvü tut Peyğəmbər Kəbəyə. وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا إِلَّا لِنَعْلَمَ. Biz ki, üzlərini dəyişdirdik Kəbədən ara dəyişdirdik? Beytül-Müqəddəsə. İstəyirdik bilək. Nəyi bilmək istəyirdiniz? Ya Rəbbəl aləmin. Mən yattabiyyər Rasul. Kim Peyğəmbərə itaət edəcəyindi? Və mimmən yanqalib alə aqibey. Kim deyəcək ki, biz əvvəldən belə öyrəşmişdik. Davamına bax. İmkanətlə kəbirə. Bu o qədər çətin bir şeydir. Bir şey bağlanmısan o tərəfə, indi birdən-birə deyiş bu tərəfə. Bu o qədər çətindir Allah deyir. İllə aləl-ləzīnə hadallah. Amma bir qrup insanlar var, Allah ki, onlara hidayət edib, onlara çətin deyil. Allah dedi, değişdi. Başladı, qutardı, getdi. Allah deyir, mən ona görə Beytül-Müqəddəsə döndərdim sizi ki, bir müddət. Bu qədər ki, bağlanmışsınız, Kəbəyə tərəfi üst tutasınız, görüm, mənə görə keçə biləcəksiniz, yoxsa elə deyəcəksiniz, niyə, biz belə öyrəşmişik axı. İstədim onu sındırım, onu qırım, onu aradan qaldırım. Bəli, bəziləri dəyişdi. Bəzən çox çətin ki, deyir, bu çox ağır bir şeydir. Adam bir yerə bağlanar, bağlantını əlinə alırlar. Çox çətin. Ona görə bizə deyiblər də, çalışın, Allahdan savayı çox bağlanmayın. Tövsiyə. Çünki Allahdan savayı nəyə ki bağlanmışsa, ondan qopacaqsan. Başqa yol yoxdur. Nəyə ki bağlandın, qopmalısan. Allah səni özünə istər. Ona vəsl olmaq lazım, ona vəsl olmaq. Bu çox ağır bir şeydir. Adam bir yerə bağlanar, bağlantını əlinə alırlar. Çox çətin.